Hər vaxtınız xeyirli olsun, sevgili vətəndaşlar. Mən bugün sizə müasir qazanc mexanizmləri silsiləsindən növbəti bir təqdimatı edirəm. Bu dəfə sizə mən Victory avtomatik layihəsi haqqında, beynəlxalq bir layihə haqqında məlumat verəcəm. Bu layihə 25-ci ildən fəaliyyətə başlamışdır. Artıq 8-ci, 9-cu aydır ki, dünya miqyasında fəaliyyət göstərir. Gördüyünüz kimi, yəqin ki, baxın, gördüyünüz mənim kabinetimdir. Yəni, burada qeydətdən keçən hər bir kəsin belə bir kabineti olur və burada ölkələr görünür, baxırsınız. Yəni, bugünkü gündə hal-hazırda 199 ölkədən 137.831 nəfər hal-hazırda layihədə qeydətdən keçib fəaliyyətə başlamışdır. Baxın, burada siyahı ilə var. Hansı ölkədən nə qədər insan burada keçib? İndoneziyadan 29.133, Haitidən 14.488, Qazaxıstandan 9.000 və s. İndi gələk baxaq görək, bəs biz Azərbaycan haradayıq? Biz Azərbaycan isə 199 ölkə arasında 14-cü yerdə 2303 nəfərlə bu dəqiqəyə kimi qeydiyyatımız var və 2303 nəfər bugün hal-hazırda bu layihə ilə əməkdaşlıq edib öz işini qurub pullarını qazanır. Layihə belədir, xalq proqramı demək olar, xalq layihəsi demək olar. Yəni, burada iş prinsipi nədir? İnsanların bir-birinə maddi dəstəyi. Sadəcə burada bir sistem var. Bu sistem vasitəsilə biz, tutaq ki, mən oturmuşam evimdə, Qazaxstanda hər hansı bir şəxsə pul yardım edir. Və yaxud Amerikada yaşayan bir şəxsə və yaxud Afrikada bir yaşayan şəxsə. Yəni, bunun hamısını sistem özü tənzimləyir. Yəni, bizim işimiz sadəcə bizim işimiz. Bu platformanı, bu layihəni insanlara tanıtmaq. Yəni ki, mən belə bir layihədə tanış olmuşam, xoşuma gəlib, daxil olmuşam, indi yavaş-yavaş işimi qururam. Deyirəm, sən də gəlir, mənim yanımda olasan və bir yerdə qazanaq. Yəni, layihəni insanlara tanıtmaq. Vəssalam, bizim işimiz budur. Qalan hər bir şey avtomatlaşdırılıb, ona görə adı da Victory avtomatik. Yəni, bu şəxs ki, bu sistemi qurub, Victory adı, elə öz adına görə də sistemin adını vermişdir. Victory avtomatik. Yəni, avtomatlaşdırılmış qələbə. Victory ümumiyyətlə qələbə deməkdir. Yəni, Victor adına uyğun Victory-də qələbə deməkdir. Yəni, Victory avtomatik, avtomatlaşdırılmış qələbə verəcək də. Və insan, biz gəldik, qeydiyyatdan keçdik, xoşumuz gəlir, başlayırıq fəaliyyətə. Yəni, ətrafımızda paylaşırıq. Kim istəyəcək, gələcək, birləşəcək, kim istəməyəcək, işləməyəcək, biz heç kimi məcbur etmirik. Kimsə, yəni, məcbur etmirsiniz, gəl mütləq, sən bizlə işləməlisin. Xeyr, biz sadəcə məlumatı paylaşırıq. Deməli, burada indi mən sizə göstərəcəm. Burada sistem stollar var. Burada bu stollar necə işləyir? Hal-hazırda sistemdə 2 masa mövcuddur. Bu masanın qiymətləri fərqlidir və quruluşu da fərqlidir. Bir masanın qiyməti $2. Burada biz 8 hədiyyə alırıq. İkinci masa isə $4. Burada isə biz 4 hədiyyə alırıq. Şimdi mən bunların çalışacağım fərqini göstərim. Valyutada USDT-dir, yəni blockchain-də fəaliyyət göstərir, belə deyək, bu sistemin ödənişi. İndi mən açıram əvvəl 8 hədiyyəlik masanı ki, fərqə baxaq. Deməli, baxın, bu masa, gördüyünüz bu masa 8 hədiyyəlik masadır. Bunun qiyməti $2. Deməli, siz, yəni qeydiyyatdan keçən şəxs, qeydiyyatdan keçəndən sonra
$2 ödənişi edəndən sonra sistem avtomatik onu ya sol tərəfdəki 4 yerdən birinə, ya sağ tərəfdəki 4 yerdən birinə yerləşdirir. Sistem baxır, harada boşluq var, ora. Burada nə ola bilər? Ümumi 4 dənə yer təmiz boş ola bilərsiniz, birinci ola bilərsiniz həmin xanada. Və yaxud sizdən başqa 2 nəfər var, siz 3-cü ola bilərsiniz, və yaxud 3 nəfər var, siz 4-cü ola bilərsiniz və s. Fərq etmir. Fərqi yoxdur. Siz deməli hansı tərəfdə olursunuz olun, belə deyək. Biz ya sağ tərəfə düşə bilərik, ya sol tərəfə. Biz hansı tərəfə düşürüksə, biz artıq öz olduğumuz tərəfi həmişə nəzərdə tuturuq. Əgər sola düşmüşüksə, sağ tərəfdən bizim işimiz yoxdur. Sağa düşmüşüksə, sol tərəfdən bizim işimiz yoxdur. Deyək ki, biz gəldik, düşdük sol tərəfə, boş xanaların birinə və bizim işimiz nədir? Dediyim kimi, insanları məlumatlandırıb, onlara bu qazanc imkanları göstərmək ki, gəlin siz də burada qazanın. Məqsəd nədir? Məqsəd burada insanları bura cəlb etmək, əlbəttə olan maraqları çərçivəsində. Burada pul kütləsi yaratmaq və biz də gələcəkdə həmin pul kütləsindən özümüzə düşən həmin 8 hədiyyəni almaq. Aydınmı? Bu necə baş verir? Deməli, biz deyək ki, sol tərəfə baxaq. Biz sol tərəfə düşmüşük və deyək ki, mən gəlmişəm bu xanalardan birinə. Laf birinci, yuxarıdan birinciyə düşmüşəm və insanları dəvət edirəm. Bu xanalar dolur. Bu xanalar dolur. Bu xanaların dolmağına bax, məndən başqa bax bu 3 nəfər kimi. Görürsünüz bu 3 nəfər. İkinci mərtəbədə 2 nəfər, bu isə 1 nəfər. Bu 3 nəfərin də marağı var ki, bu 4 xana dolsun. Və onlar da özlüyündə hər biri insanlara məlumat verir. Burada növbədir, canlı növbədir. Yəni növbə gəldikcə biz pula çıxırıq. Deyək ki, onlar da məlumat verir, biz özümüz də məlumat veririk, fərq etmir. Bu xana dolan kimi bu stol parçalanır, bölünür və yenidən sizin üçün belə bir masa açılır. Yenə 4 sağda, solda, 4 sağda boşluqdur. Amma bu dəfə siz artıq bu 2 nəfərdən biri olacaqsınız. Birinci masada 4 nəfərdən biridir. İkinci masada isə 2 nəfərdən biri olur. Yəni bir-birinə qalxır yuxarı. Yenə həmçinin həmin 4 xana ki doldu, onu doldurmağa çalışırıq dediyim kimi. Bunu da dolmaq üçün hər bir nəfər, 2 nəfər, 3 nəfər ətrafındakı insanlara gətirir ki, gəl burada bir yerdə qazanaq. Düzdürmü? Elə ki bu 4 xanada oldu, yenə stol parçalanır. Stol parçalanır. Yenidən sizin üçün 3-cü dəfə belə bir masa yaranır. Amma indi artıq siz bu 1 nəfər yerin ki var, orada olur. Aydınmı? Orada olursunuz. Yenə 4 nəfəri boş yer var. Bu dəfə də orada dolandan sonra yenə stol parçalanır. Siz gəlib düşürsünüz ortaya. Baxın, bu orta artıq sizin pul almaq vaxtınızın gəlib çatdırır deməkdir. Yəni, bir daha təkrar edirəm. Məqsədimiz nədir? Tez bir zamanda bu ortaya gəlib çatmaq. Ortaya gəlib çatmaq üçün də dediyim kimi, masada olan insanlar bu 4 yerləri tez olması üçün maraqlıdır. Və siz ortaya gəlib çıxandan sonra nə başlayır? Yenə başlayır masalar dolmağa. Artıq baxın 4 sağda, solda, 4 sağda, yəni 8 hədiyyə bax sizin bu hədiyyələrdir. Siz ortadasınız, bu 8 hədiyyə sizindir. İndi baxaq burada pullar necə verilir sizlərə, necə paylaşır. Fərqi yoxdur, bu 8 yerdən 4'ü dolan kimi.
deməli gəlmişik ortadayıq və gözləyirik bu 8 yerlərə 4 sola, 4 sağa adamlar gəlsin. Elə ki, başlayır artıq insanlar gəlir, bir-bir bu xanaları doldurur, fərq etmir. Bir tərəfdən də 4 nəfər gələ bilər və yaxud biri buradan, soldan gələr, üçü sağdan və yaxud ikisi sağdan, ikisi soldan fərq etmir. 4 dənə bu 8 xanadan 4'ü dolan kimi siz avtomatik olaraq növbəti mərhələyə keçmiş olursunuz. Növbəti mərhələ. Yəni, belə deyək də, 8 dəfə, 4 dəfə 2, 8 dollar eləyir ki, 8 dollar sizin növbəti mərhələyə avtomatik keçirilir. Çünki növbəti mərhələdə böyük pullar qazanmaq üçün. Yəni, o mərhələnin də qiyməti 8 dollar. Yəni, bu pullar qazanılmış pullardır. 4'ü gəldi, siz keçdiniz növbəti mərhələyə, qaldı 4'ü. Və başlayır növbəti 4'ü insanlar gəldi. O 4 nəfərdən birinci gələn kimi, birinci pul gəlir, həmin xanaya insan gəlir, onun pulu referal puluna gedir. Referal pulu nədir? Referal pulu odur ki, siz sabah kimisə dəvət edəndə, o insanı dəvət etdiyinizə görə sistem sizi mükafatlandırır. Birinci mərhələdə bu 25 sent. Yəni, hər yerə görə sizə 25 sent verir. İnsan olar ki, məsələn, deyək ki, mən 4 yerin hamısını götürürəm, 8 dollar verir, 4 yerin hamısını götürürəmsə, siz deməli 1 dollar pul qazanırsınız. Və deməli, birinci şəxs ki, yəni ikinci 4-3-dən birinci şəxs ki, gəldi, ödənişində oldu, onun pulu, dediyim kimi, referal sisteminə gedir, referallar üçün. İkinci, üçüncü şəxsin gəlişi hərəsi 2 dollarla gəlir. Bu eləyir 4 dollar. Sizin bir balansınıza keçir. Və sonuncu şəxsin gəlişi odur ki, sizə yenidən belə bir masa açılır birinci mərhələdə. Bu da o deməkdir ki, bu daim siz birinci mərhələdə ancaq 4 dollar qazanırsınız. Aydınmı? Bu proseslər keçərik. 4 dollar qazanırsınız. Və deməli, həm sizin burada nə başlayır? Həm pul alırıq, həm növbəti mərhələyə keçirik, həm də yenidən bizə masalar açılır ki, biz dəfələrlə bu pulları qazanırıq. Aydınmı? Biz artıq buranı yekunlaşdırdıq, bu masa bizim üçün bağlanır. Əlbəttə ki, növbəti masada yenə ardıcıllıqlar gedir və tutaq ki, birinci masa bizə hər dəfə nağdı pul balansımıza 4 dollar gəlir. Və hər dəfə də masadan keçib, növbəti mərhələyə keçir. İndi biz baxaq, ikinci masaya. Biz artıq oradan 4 dollarımızı aldıq və bir mərhələdə qalxdan yuxarı gəldik bronz masasına, yəni gümüş. Burada nə baş verir? Siz gəlirsiniz, düşürsünüz yenə, bax, 4 nəfərdən birinə. Ya soldan, ya sağdan. Fərq etməz. Bu 4 nəfərdən birinə gəlib düşürsünüz və proses davam edir. Proses burada necə davam edir? Artıq sizin arxanızda, bura insan dəvət eləmirsiniz. Artıq birinci masadakı insanlar var idi. Onlar sizin arxanızda keçir bura. Və sizi yenə burada masaları doldurur. Yenə burada da baxırıq biz hansı tərəfə düşürsə, oranı fikir veririk və çalışırıq oranı dolduraq. Və burada da eyni ilə. Əvvəl bu 4 nəfərdə olur. Biz qalxırıq 2 nəfərin arasına. Sonra yenə 4'lük, başqa masada 4'lük olur. Biz qalxırıq bu 1 nəfərin yerinə və yenə növbəti masa olur. Biz qalxırıq ortaya gəlirik. Yenə burada da 8 hədiyyə alırıq. Amma bu dəfə hər birindən 2 yox, 8 dollar alırıq. 8 dollar, yəni 8 dəfə 8.
Aydınmı? Bu da eləyir 64 dollar. Şimdi gəlin baxaq bu 64 dollar necə tutulur. Bunun 4'ü dolan kimi, dediyim kimi 4 kana dolan kimi sizi gümüş mərhələsinə 3-cü mərhələyə aparır. Növbəti 4'lük dolanda biri dediğim kimi referal puluna gedir. Burada artıq referal pulu artıqdır, böyükdür. İkinci, üçüncü sizin cibinizə gəlir. Dördüncü sizə yenidən burada bir masa alır. Burada da sizin ne yapır cibinizə gəlir? 16 dollar. İndi nə baş verir? Baxın, iki masanız artıq hazırdır. Birinci masada fırlanır, dövr edir sizə hər dəfə 4 dollar gətirir. İkinci masada dövr edir, hər dəfə sizə 16 dollar gətirir. Aydınmı? Bu gündəlik də ola bilər, saatlıq da ola bilər, bir ay da ola bilər, bir həftə də ola bilər, bu fərqi yoxdur. Bu işin gedişatından asılıdır. Aydınmı? İşin gedişatı nədə olur? Biz indi qaydaq keçək, baxaq 3-cü masaya, 3-cü mərhələyə, gümüş mərhələsinə. Burada da həmçinin, burada da proses eyni qaydada. Dəyişən nədir bir dənə? Məbləğlər. Dəyişən bir dənə məbləğlərdir. Artıq burada siz hər yerdən, hər xanadan ortaya gəlib çıxandan sonra 32 dollar alır. Bax, belə-belə 6 mərhələni biz keçirik və 6 mərhələ daima bizə bu pulları gətirir. Qazandır. Elə biləm ki, hamıya aydın olur. Çox rahat bir sistemdir. Və sizə bir şey de deyim. Bəzən insanlar deyir ki, bəs bura mən insanları gətirə bilərəm, dəvət edə bilərəm. Əslində problem deyil. Biz, yenə deyirəm, insanlarla çalışıb soyuqqanlı davranmalıyıq. Necə? Yəni, əvvəllə birinci bura gələndə siz işi hər bir kəs tam öyrənməlidir. Mütləq şəkildə tam öyrənir ki, qarşıdakı insana izah edəsin. Bizim işimiz, yenə deyirəm, məlumat verməkdir. Təsəvvür ki, siz burada deyirsiniz, ətrafınızdakı dostunuzdur, oturmuşsunuz bir hardasa, deyirsən ki, mən bilməyən filan yerə getdim, orada bir dənə iş var idi. Mən orada iş gördüm, bir axşam kimi belə qazandım. Yenə deyir, bax, kim istəsə gedə bilər. Vəssalam. Elə bil ki, bunu deyirsiniz də, belə. Bax, bu da həmçinin belə bir şeydir. Artıq hep ki, qazanc mənbəyi tapmışsınız, insanlara bu qazanc mənbəyini göstərirsiniz. Bu qədər sadə. Kim gələcək, gəlməyəcək, ehtiyac yoxdur. Yəni, seçim özündür. Bəzən insanlar nələrsə deyirlər, onda biz qorxurlar, itirərik, batırarıq. Birinci əvvəlcə burada böyük pullardan söhbət edirik. Yəni, biz 2 dollardan başlayırıq işə. Yəni, bunun itirəndə sizin olacaq. Bəzən varaq insanlarda bizi aldatlarlar, neynəyənlər və s. İndi gəlin, mən sizə bir şey göstərəcəm. Baxın, Telegram kanalı. Bir kanal var, Rus dili insanların kanalı. Hal-hazırda 2311 nəfər bu kanalda var. Bu qrupda var. Bu insanlar burada hamısı çalışanlardır. Yəni, tək biz deyil yaxı. Beynəlxalq bir kanal var. Burada 4661 nəfər var. Yəni, burada insanlar var, xaricdən, hər yerdən var da. Sadəcə qrupları izləyirlər. Qrupları izləyirlər. Yəni, insanlarla söhbət edirik, biz məlumat veririk. İnsan gələcək, gəlməyəcək, o onun öz problemidir. Bunu siz özünüzdə problem etməyin. Biz özümüzə problem etməyirik. Mən məlumatı göstərim, ona imkan yarar. İstəyəcək bu imkandan istifadə edəcək, istəməyəcək özümüzə. Yaxşı yox. Mən yoluma davam etdirəm. Və sizə yox deyənlər, hə deyənlərdən az olacaq. Ondan da narahat olmayın. Siz yolunuza davam edin. Siz yolunuza davam edin. Və nəticələrində özünüzü görəcəksiniz. Amma birinci mütləq işi öyrənmək. Deməli, bu aydın oldu. Artıq biz gəldik. Silverə gəlirik, yəni gümüşə. Burada da hər masadan 32 dollar alır. 2 masanın nağdı gəlir, növbəti
Yəni bu da aydın oldu bizə. Gəldik, burada da artıq biz hər masadan pullarımızı alırıq, amma nağdı gələn 2 masadan hərəsinin 32 dollardır ki, 64 dollardır. Qalan masalardan növbəti masa keçid, yenidən masanın açılması və s. Və ondan sonra növbəti mərhələ və belə davam edir. Burada 6 mərhələdir. Qızıl, brilyant və qələbə. Bax belə. Bu 2 dollar olan masanın açılması. İndi keçək 4 dollara. Amma keçməmişdən bax, sizə bir şey göstərir. Baxın, mən burada çəkmişəm 2 dollar masanın şəklini, sxemini də belə deyək. Dediyim kimi biz ancaq bir tərəfə baxırıq da, hansı tərəfdə varıqsa, oranı biz nəzəriz. Hansı masada hara düşürsə, biz oranı nəzəriz. Adətən biz gətirdiyimiz insanı ikinci stola, yəni birinci stola gətiririksə, o biz həmin masada olduğumuz tərəfi nəzərdən götürürük. Sol tərəf, sağ tərəf. Baxın, burada da belə çəkmişəm, sizin olan masa. Aydın mı? Biz nə edirik? Gəldik, düşdük, tutaq ki, bura. Bir nəfər dəvət edirik. Onun arxasında bir nəfər gəlir, sonra bir nəfər gəlir. Biz gəlirik, keçirik, bu 400 dolan kimi keçirik ikinci mərtəbəyə. Bu 2 nəfər də dolan kimi biz keçirik birinci mərtəbəyə. Bu da dolan kimi gəlir mərkəzə. Mərkəzə gələndə dediyi kimi artıq 8 dənə hədiyyəni almış olur. İndi burada bir məqam var. Baxın, bu bizim işlədiyimiz qazanc metodu, mexanizmi matrisa adlanır. Bu iki tərəfli matrisadır, amma tək matrisalar da olur. Təsvir edin ki, tək bunu hesab edin. Yəni bir tərəfli, yəni deyək ki, ya sağ tərəf olur, ya sol tərəf. Belə deyək. Biz ancaq öz matrisamıza baxırıq. Bu necə də olur? Dəvət edilən adam, bax, siz buranı 4 xanadan yerdən birini tutmusunuzsa, mütləq ondan biri sizin yanınıza düşəcək. Baxın, və yaxud birinci tərəfdəsinizsə, deyək ki, soldasınızsa, fərqi yoxdur. Bu 3 nəfər də dəvət edə bilər, siz də dəvət edə bilərsiniz, o gəlib düşəcək ikinci masaya. Onun dəvət edəcəyi bura düşəcək. Və yaxud təzdən siz yenə kimsə dəvət edəndə, o gəlib düşəcək birinci yerə. Yəni, bax, belə gedir də, elə bir ki, belə bir şey seçin. Buradan başlayırsınız, sistem dolur. Gəlirik, sonra belə gedirik. Buradan da gəlirik, bura çıxırıq. Buradan da gəlirik, çıxırıq. Yəni, növbəli şəkil. Və yaxud bunu biz belə də eləyə bilərik. Göstərim sizə ki, rahat olsun. Siz, sonra deyək ki, digər bir insan gəldi, o növbəyə durdu. Sonra digər insan gəldi, növbəyə durdu. Sonra digəri gəldi. Baxın, görürsünüz, hamısı gəldi, növbə ilə sırayla. Görürsünüz? Bunu çox uzatmaq olur. Deməli, buradan var. Arxadan gələn qabaqdakını itəlir yuxarı. Məsələn, gəldi, tutaq ki, biri də. Bu gəldi, düşdü bura. Bu buradan çıxdı. Yəni, getdi yuxarı qalxdı. Bunun arxasında biri gəldi. Məsələn, bu buradan çıxdı. Getdi yuxarı qalxdı. Bax, belə ilə növbəli şəkildə amma buradan pul qazanır. İndi keçək 6 dollara olan masaya. Görək, orada nə var? Deməli, açırıq 6 dollar 4 hədiyyədir. Burada isə 10 mərhələdir. Daxil olaq. Baxın, burada isə, baxın, stollar belədir. Yəni, stollar burada qısadır. 4 sağdan, 4 soldan, 4 sağdan olan kanallar götürülür. Yəni, burada məbləğ qalxıb 6 dollar olub, 6 dollar. Amma yerlər azalıb. Yəni, bu da o deməkdir ki, bizim qazanca gedən yolumuz qısalıb. Aydınmı?
Burada nə baş verir? Yenə burada da siz düşdüyünüz tərəfə baxırsınız. Əvvəl aşağıda 2 nəfərin arasında olursunuz. Sizdən sonra bir nəfər gələn kimi stol paylaşır, parçalanır. Sizdən sonra bir nəfər gələn kimi stol parçalanır, siz yuxarı keçirsiniz. Bax, bu bir nəfəri yerinə keçirsiniz. Yenə 2 nəfər gələn kimi keçirsiniz ortaya. Aydınmı? Tez bir zamanda. Və burada da yenə artıq siz ortadasınız. 2 sağdan, 2 soldan, 2 soldan, 2 sağdan şəxs gələn kimi siz pul almağa başlayırsınız. Yenə birinci gələn 6 dollarla kim ki gəldi bu xanaya düşdü. O reinvest puluna gedir, referal puluna, daha doğrusu referal pulu nə deməkdir? Burada siz bir nəfər dəvət edirsinizsə, o hər götürdüyü yerə görə siz 1 dollar 50 sent qazanırsınız. Tutaq ki, bir dənə yer götürübsə 1 dollar 50 sent gəlir. Ola bilər insan deyir ki, mən 2 dənə yer götürürüm. 3 dollarınız gəlir. Yəni hər dəfə birinci mərhələdə sizin şəxsi dəvətinizdən 1 dollar 50 sent gəlir. Yəni hər dəfə onun üçün yeni stollar açılanda siz ondan 1 dollar 50 sent alırsınız. Deməli, birinci xananın pulu getdi referal puluna, ikinci xananın pulu burada ikinci ilə üçüncü xananın pulları toparlanıb, sizi keçir növbəti mərhələyə, ikinci mərhələyə. Dördüncü şəxsin gəlişi isə sizə yenidən belə bir masa açır. Baxın, burada bir dənə fərq var. Fərq odur ki, biz birinci dəfə sistemə düşmüşüksə, birinci stol bizə ancaq nə verir? Növbəti mərhələyə keçid və yenidən bir belə mərhələnin açılmağı. Yəni, burada nağdı pul almırıq. Sadəcə biz tez bir zamanda buranı, bu şərtləri yerinə yetiririk və keçirik ikinci dəfə reinvest olur, belə bir masa açılır. Bax, orada artıq biz pul alırıq. Bu bir dəfə olur. Hər masada bir dəfə. Hər masada bir dəfə reinvest olur. Növbəti masada isə sona qədər pul alır. Burada da pul necə alır? Alırsınız. Dediyim kimi. Birinci xananın pulu referal puluna gedir. İkinci, üçüncü xana hərəsindən 6 dollar, yəni 12 dollar cibinizə gəlir. Dördüncü masa sizə reinvest edir. Yenidən belə bir, üçüncü dəfə belə bir masa. Yəni hər dəfə bu masa qapandıqca, tam qapandıqca 12 dollar qazanırsınız. Növbəti mərhələyə keçid və belə bir mərhələnin açılışı. Sizə daima bu pulu gətirir. Daima sizin bu masada olmağınız daima 12 dollar gətirir. Yəni şərt nədir? Özünüzün sonra bir-iki nəfəri buraya gətirir. Və saat. Aydınmı? İndi baxaq, burada deməli hər masadan siz 6 dollar qazanırsınız, 12 dollar qazandınız. İndi biz baxaq. İkinci masaya. Bax ki, ikinci mərhələyə. Artıq bu mərhələnin qiyməti 12 dollar. Yenə, burada da proses eynidir. Burada da proses eynidir. Burada da sadəcə dəyişən nədir? Rəqəmlər. Burada isə hər adamdan 12 dollar, hər nəfərdən, hər yerdən daha doğrusu 12 dollar. Bu da 24 dollar. Və yenə reinvest, növbəti mərhələyə keçid və s. Keçirik, indi biz üçüncü mərhələyə baxaq. Üçüncü mərhələnin qiyməti 24 dollar. Yenə də burada həmin proses. Həmin proses başqa heç nə yoxdur. Heç nə dəyişmir. Dəyişən bir dənə rəqəmlərdir. Artıq burada siz 2 dənə masadan hərisində 24 dollar cibinizə gəlir. Və reinvest. Bu masalar da daima dövr edir. Ona görə də hər bir kəsin üzərinə düşən bir iş var. 2 nəfərini gətir. 2 nəfərinizi gətiriləndən sonra burada prosesin gedişatını siz görəcəksiniz. Hər bir şey sizə aydın olacaq. Və burada mən indi bunu belə göstərim. Baxın. Gəlin bunu belə burada biraz pozaq bunları pozaq.
Pozaq. Yenə masanın olduğunu tərəfə baxın. Görürsünüz, siz 2 nəfər gəldi, çıxdınız yuxarı, yuxarıdan da bura keçdiniz. Yenə belə deyək də, laf aydın olsun. Siz buradasınız. Sizdən sonra bir nəfər gələn kimi siz keçdiniz bura. Buradan da yenə 2 nəfər gələn kimi keçdiniz ortaya və başlayırsınız dollar almağa. Yəni, çox qısa. Burada sistemə necə başlaya bilərsiniz? 2 dollardan başlayıb qazanıb 6 dollarlıq masada keçə bilərsiniz. İkisini də eyni anda 2 dolları 6 dollara aktivləşdirə bilərsiniz 8 dollarla və yaxud 6-ya başlayıb yenidən sonra 2 dollara aktiv edə bilərsiniz. Bu artıq seçim sizin özünüzdədir. Seçim buraxılır sizin özünüzdə. Necə istəyirsiniz edək. Əsas budur ki, edək. Yəni, göstərdiyim o pulları. Baxın, indi mən sizə göstərəcəm burada. Biz burada nələr qazana bilirik? Tabliçanı görürsünüz. Yəni, bu 4 masanın, yəni, belə deyək də, 4 dollara olan masanın qiyməti. 6 dollarla başlayırsınız. 12 dollar, 24, 48, 96, 192, 384 və sonuncu gedir 3072. Deməli, masanın qiymətinin 4 qatını hər masada qazanırsınız. Onun 2 qatı, 2 hədiyyə növbəti masaya keçid üçündür. 2 hədiyyədə birbaşa sizin nağdı cibinizə gəlir. Deməli, 6 ilə gəldinizsə, 12 dollar cibinizə gəlir. Avtomatik keçmişsiniz 12 dollarla, buradan 24 dollar qazanırsınız. Və bax, belə-belə siz dəfələrlə sonsuza qədər o qazanırsınız. Burada son yoxdur. Nə qədər ki, layihə mövcud olur, siz bu pulları qazanırsınız. Ona görə hər birinizi bura dəvət edirəm ki, gəlib bizimlə işləyib burada pul qazanırsınız. Və indi biraz qayıdıram mən o söhbətlərə ki, biz yenə əvvəlki qədər bəs insanlar gəlmir, çətin gəlirlər, inanmırlar və s. Yenə deyirəm, biz kimisə inandırmağa məcbur deyil. Biz sadəcə imkanları paylaşırıq, bölüşdüyü yolları göstəririk. Kim istəyəcək gələcək, kim istəyəcək gəlməyəcək. Kim istəyəcək inkişaf etsin, qabağa geçsin, maliyyə vəziyyətini dəyişsin, həyatını dəyişsin, gələcək. Kim istəyəcək, qoy qalsın kreditlər, borcun üstündə gəlməyəcək. Təbii. Buna görə də narahat olmağa dəyməz. Sadəcə sizin özünüzü bir dənə qərar olmalıdır ki, mən gəlirəm bura, bu pulları qazanacaq. Çünki sizdən qabaq bu pulları artıq qazanırlar. Və özünüz içinizdə bir hal yaransın. Siz kimdən əksizsiniz? Siz kimdən bacarıqsızsınız? Necə olur? Əgər o məndən qabaq bunu bacarırlarsa, edirlərsə, qazanırlarsa, mən niyə etməyim? Yəni, bunu öz içinizdə bu sualları versəniz özünüzə. İnan ki, siz artıq o fikir sizi didib dağıdacaq ki, yox, mən orada olmalıyam. Mən o pulları qazanmalıyam. Mən heç kimdən bacarıqsız deyiləm. Yəni, bu qədər. O bəzən insanlar var. Ay bizi Allah, ay itirərik, ay batar. Gəlin belə danışaq. 2 dollar 4 manat puldur. 6 dollar 12 manat puldur. Sizcə bunun itməsi, batması sizə maddiyyatınızda nəsə təsir edəcəkmi? Büdcənizdə nəsə təsir edəcəkmi? Yəni, bunu o insana deyəm ki, çox belə bədbin fikirləşirlər də, qorxurlar, şübhələnirlər və s. Bir sual verirəm sizə. 4 manat, 12 manat. Elə bil ki, cibinizə pul qoymuşsunuz, çıxırsınız, gedirsiniz, mağazinə girirsiniz ki, nəsə alasınız, əlinizə atırsınız, pul yoxdur. Pul düşüb bitir. Neyinirik? Kiminləsə yaxasından tuturuq ki, yox. Demirəm, indi sizəndə pul itirəcək. Yəni, bu deməyim ondur ki, müəyyən insanlar var da, çox insanlar var ki, biraz
bədbin fikirləşirlər, məni alladacaqlar, nə neyəcək. Qoy alladırlar, allatsınlar. Mən bugünkü gündə cəhd edib gəlirəm. Görürəm bu imkanı istifadə edirəm. İstifadə edəcək. Məndən başqa 137 min insan var. 137 min insan var. Bunlar necə, mən deyirəm. Aydınmı? Ona görə hər birinizi tezliklə bu layihədə görmək istəyərdim. Və bunu görmək ümidiylə də sizdən ayrılıram. Videonu izləyirsiniz. Bu videonu sizə verəndən əgər maraq yaranarsa, sizə kim işi verir, onunla əlaqə saxlayırsınız. O sizə bütün incəlikləri, detalları açıqlayacaq. Təbii ki, suallar olacaq. Bu sualların cavabını almalısınız. Tam aydın olandan sonra proses tam aydın olandan sonra artıq qalır qərar vermək məqamı. Bu sizə lazımdır, yoxsa lazımdır? Lazımdırsa qeydiyyatdan keçiririk, ödənişimizi edirik, fəaliyyətimizi, işimizi öyrənib fəaliyyətə başlayırıq. Lazım deyilsə, qapadırıq, gedirik öz işimizə məşğul. Diqqətinizə görə minnətdaram.